Axşamınız xeyir əziz şagirdlər. Biz bu günləri fonetika ilə bağlı testlərin izahına baxacağıq. Q'nın tələffüz forması istəyir bizdən. Q'nın Q kimi tələffüz olunmağı. Biz də bilirik ki, Q samitimiz hansı səsləri bizə verirdi? Q kimi tələffüz olunurdu. X kimi tələffüz olunurdu. Q kimi, bir də eyni zamanda K kimi. Q kimi o zaman tələffüz olunur ki, saitlə başlanan şəkilçi artıranda. Deməli, pambıq sözü pambıq kimi tələffüz olunur, X kimi. Sait gələndə isə Q səsinə keçir. Samit gələndə və tək olanda X kimi, sait gələndə Q səsinə keçir. Həssaslığı ın artıraq buna. Q onda tələffüz olunacaq X kimi. Daha sonra ispanaq ətri və yaxud da ispanaq ın. Tələffüz zamanı yenə də Q-ya keçir. Ocaq sözünü də ocağın hal şəkilçisi artırırıq. Tələffüz zamanı yenə də Q-ya keçdi. Lakin üfüq sözü kimi var. Yəni üfüqlə yanaşı bir sıra başqa sözlərimiz də var idi. Üfüq idi, məntiq idi, natiq idi və başqa bir sıra sözlər. Bu kimi sözlərdə isə məntiq demirik. Saitlə başlanan hər hansısa bir şəkilçi gələndə, məsələn, in şəkilçisi. Məntiqin deyilmir ki, məntiqin. Q necə varsa olduğu kimi də tələffüz olunacaq. Üfüqdür, məntiqdir, natiqdir. Üfüq olduğu kimi tələffüz olunur. Daha sonra 25-də 24-cü sualla demək olar ki, eynidir. Saitlə başlanan şəkilçi artırdıqda Q-ğı əvəzlənməsi baş vermir. Biz sözlər ancaq saitlə başlanan şəkilçi artıraq. Yarpaq, yarpağın Q-ya keçdi. Torpaq, torpağın Q-ya keçdi. Otaq, otağın Q-la tələffüz olundu. Aşiq, bir də aşıq. Aşığın mahnısı xoşuma gəldi. Aşıq, toylarda oxuyan aşıq. Burada da Q-ya keçir. Amma aşiq sözü də üfüq sözü kimi aşiq. Q əvəzlənməsi olmur. Cavab D. 26-cı suala baxaq. Sonunda cingiltili samiti çar qarşılığı ilə əvəz etdikdə mənası dəyişən sözlər. Sonundakı cingiltili samit. Həsəd sözünü t ilə əvəzlədik. Həsəd. Yəni bu sözün həsəd deyə bizim sözümüz yoxdur. Tələffüzdə həsəd olur. Amma ayrı bir mənalı söz yaranmır. Leksik mənalı söz yaranmır. Yağ sözü yax olur. Nəyisə yaxmaq mənasıdır. Amma bunlardan biri ödədi şərti. Bizə lazımdır ki, hər iki söz şərti ödəsin. Bağ sözü çar qarşılığı ilə əvəz olunanda bax olur. Nəyisə baxmaq. Amma ağac sözündə isə ağac. Ağac tələffüz formasıdır. Yəni başqa mənalı bir söz deyil. Rəng, rəng. Rəng deyə sözümüz yoxdur. C-ni də göndərdik. Amma dilimizdə qəlb sözü var, bir də qəlb sözü var. Qəlb ürək deməkdir, qəlb p-la olanda. Saxta deməkdir. Bir var sənət, bir də var sənət. Sənət kağızlar toplusudur. Məsəl üçün deyirəm ki, içərdəki kağız sənədləri bura gətir. Bir də var sənət, peşə. Biri d-la yazılır uşaqlar, biri t-la. Biri peşə deməkdir, biri kağız deməkdir. Qəlb, ürək deməkdir. P-la yazılan sözümüz isə qəlb. Bu isə saxta deməkdir. Cavabımız D. Sonra hansı sözdə ki, Q hərfi Q səsinin çar qarşılığı kimi tələffüz olunur? Biz əvvəlcə bilməliyik ki, Q-nın çar qarşılığı nədir? Q-nın çar qarşılığı K-dır uşaqlar, K. Baxaq, qonaq əvvəlki Q-dır. Q isə X kimi tələffüz olunur. İkinci Q-mız qonaq. Bu getdi. Məqalə Q necə varsa elə tələffüz olunacaq.
Təqaüd eyni qaydada. Maqnit eyni qaydada. Demişdik ki, q sözün ortasında gəlib özündən sonra çar samit gələndə, hansı ki biz q'nın tələffüz formalarını sinifdə keçdiyimiz andan mən bunu sizə demişəm. Ki özündən sonra çar samit gələndə, hətta bunu nümunə olaraq yazmışdım lövhəyə. Olacaq k kimi tələffüz olunacaq. Nöqsan yox, nöqsan. Nöqtə də var hətta bunu kimi biz nöqtə sözündə misal göstərə bilərik. Nöqtə sözü də tələffüz əsnasında uşaqlar nöqtə k kimi deyilir. 16-cı sualda bu kimi sualdır. Q'nın çar qarşılığı, yəni k kimi tələffüz olunur. Aşıq, aşıq. Qoşqu, qoşqu. Qoşqu. Necə varsa elədir. Aqil, eyni qaydada. Qırqovul eyni qaydada. Dediyimiz kimi sözün ortasına gəldi, özündən sonra çar samit gəldi. Aha. Deməli bu da k kimi tələffüz oldu. Təksir. 19-cu suala baxaq. K səsinin tələffüz edildiyi söz. Qaymaq, q, sondakı da x, qaymaq. Çörək, çörək, xışdırıq. Kəpənək, əvvəlki q kimi tələffüz olunur, sonuncu q'mız isə kəpənək, xışdırıq. Maqnit, q kimi tələffüz olunur, çünki özündən sonra cingitli samit gəlib və sözün ortasındadır. Nöqsan sözü də bayaq dediyimiz sözlərdən biridir. Q'dan sonra çar samit gəldiyinə görə k səsi verəcək bizə. Cavab C. 20-ci sual. K səsinin tələffüz edildiyi sözü müəyyən edək. Fitnəkarlıq. Q, x səsi verdi. Mütəccə. Qoşa ç yanaşı gələndə ikincisi c kimi tələffüz olunur. Bu da getdi. İnikaz. Təqvim q səsi verdi. Fantastik sözü isə uşaqlar. Fantastik rus mənşəli söz və ç'mız da bizə k səsi verir. Cavabımız D. Dodağından sait iştirak etməyib deyir. Dodağından saitlərimiz hansılardır? O'dur, u'dur, ö'dür, ü'dür. Bir də bunun tələffüz olmasına baxmalıyıq. Günorta sözü məlum məsələdir. Günorta sözündə o var. Çıxdı bu. Gündoğan sözündə o var. Çünki bizdən dodağından saiti istəmir. Neynədir mən uşaqlar? Bir qıraqdan saiti yazdım ki, saitləri. Gözümün önündə olsun və mən bura baxa-baxa işləyirəm. Yəni əzbər bilib yazırsan. Da kitabı açıb qoyub yazmırsan. Çünki sabah bir gün bizə imtahan verəndə kitabı verməyəcəklər ki, al buradan qaydaya bax. Gündoğan, o saitimiz var burada dodağından. Bu da getdi. İndi baxdıq, bu da gedibdir. Nəyə baxırıq? Dağınıqlıq sözündə dodağından saitimiz yoxdur. 2-ni götürdük. Acizlik sözündə də yoxdur. 4. Təmizlə sözündə də yoxdur. 2, 4, 5 cavab D. Hansı sözdə q samitinin çar qarşılığı var? Yəni k səsimiz var. Qaranquş q kimi tələffüz olunur. Maqnit q kimi tələffüz olunur. Çıraq, çıraq x kimi tələffüz olunur. Miqyas q kimi. Nöqtə özündən sonra çar samit gəlibdir, bizə k səsi verib. Cavab Y. Aha, xışdırıq səsi. Ç'nın tələffüz formaları var uşaqlar. Ç hansı səsləri verirdi bizə? Ç özü kimi tələffüz olunurdu. Y səsi verirdi. Xışdırıq səsi verirdi. C səsi verirdi. K səsi verirdi. Yəni Ç 5 səsi verirdi bizə. Nə zaman xışdırıq səsi verirdi uşaqlar? Xışdırıq səsini o zaman verirdi ki, özündən sonra samitlə başlanan söz gəlsin və yaxud da ki, özü tək gəlsin. Nə sait gəlsin, nə samit. Ya sözün özü tək qalanda və yaxud da ki, samit gələndə özündən sonra. Çörəkçi. Ç ilə bitib, özündən sonra samitlə başlanan şəkilçi gəlibdir. Xışdırıq. Biri götürəcəksiniz. Məqsəd. Bilirik ki, ortada gəlib, özündən sonra çar samit gələndə k səsi verir. 2 getdi. İqtidar. Özündən sonra çar samit gəlib, k səsi verib. İqtidar. Tikanlı ç səsi verir. Getdi. Ürək. Ürək sözündən sonra nə gəlib? Samit. Aha, ürəkdən.
Gərəksiz. Çünki samit gəlibdir. İstər kar olsun, istər cingidli samit olsun. Q-dan sonra, yəni Q sözün sonunda gəlirsə, özdən sonra samit gəlirsə, bizə xışdırıq səsi verəcək. Hansılarda xışdırıq səsi oldu? 1, 4, 5. Yəni A variantı. Sonra 82-ci sualda hansı cərə gedək ki, hər iki sözə saitlə başlanan şəkilçi artırdığımızda Ç, Y, Q, ıs əvəzlənməsi baş verir. Bulaq sözünə saitlə başlanan şəkilçi artıranda, məsəl üçün bulağın deyirəm, düzdürmü? Olacaq H kimi. Lakin mexanik sözü rus mənşəli sözdür. Mexanik. K səsi verəcək. Bu getdi. Filolog. Bu bizə filolog. Sait artırdı mən buna. Filologun deyirəm də. Sən filologun demirsən ki, filologun deyirsən. C də getdi. Biolog da filolog kimi. Bu da gedir. Texnik. Texnik K səsi verəcək. Sait də artırsan. Texnik universiteti. Yenə də K səsi verir. Getdi. Amma böyük sözünə sait artıraq. Ün şəkilçisini. Böyüyün Y səsinə keçdi. Budağın I səsinə keçdi. Cavab D. Sonra deyir ki, Y səsi olmasın. Özündən sonra gələn saitlərə baxaq uşaqlar. Hamısında gəlir. Baxaq indi. Böyük otaq Y-yə keçir. Ərik ağacı Y-yə keçir. Kömək etmək, çiçək ətri. İştirak etmək niyə Y-yə keçmir? Çünki dilimizdə iştirak etmək yoxdur. İştirak. Tələffüz edəndə də görürsən ki, bu Y-yə keçmir də. Y-yə keçsə sözün mənası bozulur. Cavab D. İştirak sözüdür, malik sözüdür. Sonra əmlak sözüdür. Bu kimi sözlərdə uşaqlar Q-yu əvəzlənməsi olmur. Və ya da Q-xışdıq əvəzlənməsi olmur. Hansı sözlərdə incə saitlərin hamısı iştirak edir? İncə saitlərimizi bir qıraqda yazaq. E, Ə, İ, Ö, Ü. Baxaq. Ö, Ə, İ. Qalanları yoxdur, getdi. İ və Ə var, Ö var. Üçü var, getdi. Ö, Ü, Ə. 3 saitimiz var. Ö saitimiz, Ü saitimiz, Ö, Ü, Ə, E, İ. Burada hansı çatışmır? Hamısı var. Cavab B'dir. D'də də Ü var, İ var, Ə var. Qalan saitlərimiz yoxdur ama. Deməli, cavab B'dir. Bir qıraqdan saiti yazırıq və sonra yoxlayırıq görəsən. Bu 5 saitin 5-i də varmı bunun daxilində? 85. Ahəng qanuna tabi olmayan sözlər. Ahəng qanuna tabi olmayan nə deməkdir? Ümumiyyətlə, ahəng qanunu sözdə ya incə saitlərin, ya da qalın saitlərin bir-birini izləməsidir. Əgər tabi olmayan deyirsə, deməli sözdə incə ya da qalın saitlər bir-birini izləmir. Hər ikisi var bir sözün daxilində. Vəfalı sözündə ahəng qanunu pozulub, igidlikdə pozulmur. Niyə? İ də incədir, Ə də incədir. Anı çıxdım. Sakitlik pozulubdur. A qalındır, İ incədir. Meşədə sözündə ahəng qanunu gözlənilir. Buna görə çıxıram. Şəhərlilər sözündə Ə və İ incə saitimizdir. Ahəng qanunu gözlənilibdir deyənə çıxdım. Bizə gözlənməyənlər lazımdır. Dünyada Ü incə, A qalındır. Sahibkarlıq A qalın, İ incə. Dənizçilər, burada ahəng qanunu gözlənilir. Buna görə çıxıram. Qəhrəman sözündə pozulma var, kitabxana sözündə pozulma var, iradə sözündə pozulma var. Çünki incə ilə qalın yanaşı işlənmişdir. Cavab Y. Səs 8-ci sualda. Q hərfi müxtəlif səslər ifadə edir. Biz bilirik ki, Q-nın tələffüz formaları yeni bir də yazıram. Q-dır, X-dır, I-dır, daha sonra K-dır. 4 dənə. Yəni müxtəlif səs deyirsə, hər sözdə fərqli səslər verməlidir. Hülqum sözündə Q səsi verir, maqnit sözündə də Q səsi verir. Eyni səsli deyənə getdi. Nöqsan sözü K səsi verir uşaqlar. K. Reyting. Bu da K səsi verəcək. Getdi. Qohum sözümüz Q ilə başlayıb Q səsi verir. Qanad Q ilə başlayıb yenə də Q səsi verir. Bu da ona görə getdi. Qonaq sözündə Q səsi var. Qonaq X səsi var. Məqsəd də ortada gəlibdir. Özündən sonra çar samit gəlibdir. Bu da K səsi verib.
Q, X, K səsləri var. Cavabımız B-dir, müxtəlif səslərdir. Torpaq sözündə torpaq, işıq, işıq. Getdi. Cavabımız B oldu. 89-cu sualda 88-də neyinidir? Saqqız sözündə qoşa qıları varsa, birincisi K-ya, ikincisi G-ya keçir. K da var, G da var. Yaqut G-dır, arıq, arıq, X-dır. Daraq, X. Aşiq, balıq, balıq. Eyni səslərimiz var axı, ona görə çıxırıq. Sonra qəzet Q-la başlayıbdır. Dayaq, dayaq, uzaq, uzaq. İkisi X-dır, biri G-dır. Bizə 3 müxtəlif səs lazımdır. Üfüq, üfüq, K səsi. Çomaq, çomaq, təksir, təksir, K səsi. 2 dənə K-mız var, bir dənə X-mız var deyənə burada 2 müxtəlif səsdir. Gəldik Y-ya. Yəni Y variantına. Qanun Q səsi verir. Sözümüz Q ilə başlayıb. Nöqsan K səsi verir. 9-da da biri Q, biri də K səsidir deyənə eyni səsdir. 2 səsimiz var, yəni eyni olan. Ona görə getdi. Amma deməli A variantdır. Niyə? Çünki həm Q var, həm K var, həm də X var. Deməli uşaqlar, biz bu suala baxacağıq. %105-ci sual. Deyir ki, yeni hansı ifadələr yazılsa, yarına cümlənin tərkibində çar samit olmaz. Hər iki sözü ümumiyyətlə bilirik ki, özündən sonra sahib gələndə Y səsi verəcək və burada da hamısı da sahiblə başlanan sözlərdir. Yəni ki, Q olsa da Y səsi verir burada. Ərik iridir. R cingitlidir və tələffüz formasına uyğun olaraq baxırıq. İridir. Görürük ki, R cingitlidir, D da cingitlidir. Çar samit deməli yoxdur. Biri götürə bilərik. Ərik əzik ola bilər. Niyə Q Y-yə keçdi? Özündən sonra sahib gəldi. Əzik ola bilər. Z-dır, sonra Y-dır, L-dır, B-dır, R-dır. Bunlar hamısı cingitli sahiblərdir. Üzr istəyirəm, samitlərdir. 1 və 2-ni götürürük. Amma ki, aldıq sözü tələffüzdə necə olur uşaqlar? Tələffüzünə uyğun olaraq tapırıq. Aldıq olur. Aldıq. Bilirik ki, X samiti çardır. 3-ü götürə bilməyəcəyik. Daha sonra irili xırdalıdır. Burada X samiti var. X çar olduğu üçün götürülmür. Burada da uşaqlar, ağaclarında meyvə var. Burada C samitimiz, özündən sonra samit gələndə C öz kar qarşısına keçməlidir. Ç olmalıdır. Ç da kar olduğundan dolayı 5-i də götürə bilmirik. Cavabımız qalır B variantı. 1-2. Çətin deyil, amma biraz diqqət tələb edən sualdır. Çünki tələffüz formasına uyğun olaraq baxmalıyıq biz buna. Gəldik 109-cu suala. Aha. Bunun qaydasını demişdim mən. Ç, Y, Q-ğı əvəzlənməsi baş verir. Şərik sözüdür, şəfək sözdür. Demişdim ki, istisna sözlərdir ki, bunlarda Ç-yı əvəzlənməsi olmayacaq. Sən şəriyə demirsən ki, şərikə deyirsən. Şərikim deyirsən, şərikimiz deyirsən. Ona görə də bir getdi. İşıq. İşıq da işığın. Q-ya keçir hamısını sahib gələndə. İşığın, işığımız işığa. Şəfəq sözü də alınma mənşəli istisna sözlərimizdəndir ki, şəfəq sözü şəfəqə deyilir, şəfəqə demirsən. 3 də getdi. Gəlmək sözü gəlməkin yox, gəlməyin. Sənin gəlməyin mənə çox təsir etdi. Bizim gəlməyimiz sabaha qaldı. Y deyirik o da biz. Ona görə cavabımız 2 və 4 olacaq. Sonuncu sualımız 110-cu sualdır. Qapı sözündə A və I-ni soruşur. A birinci xanadır, I ikinci xanadır və bir şey vurğulayım uşaqlar. Birinci halqada A sayt haqqında məlumat istəyir. İkinci halqada I sayt haqqında məlumat istəyir. Ortaq hissədə isə, kəsişən hissədə ortaq fikirlər olmalıdır. İndi baxaq. A saytimiz qalındır. Uşaqlar, mən başa düşürəm ki, A qalındır. Lakin təkcə A qalın deyil axı, A da qalındır, I da qalındır. Bunu niyə bir xanaya yazıb ki, birinə aid olan xanaya? Ortaq fikirdir. Bir getdi. Bir burada olmalıydı, 3 olan yerdə. Açıqdır, bəli. A açıqdır, I qapalıdır.
Təkcə A-ya aiddirmi? Bəli, 2-ni götürəcəyik. Dodaqlanmayandır. A da, I da hər ikisi dodaqlanmayan saitdir. Düzgün fikirdir. 3-ü götürəcəyik. Qapalıdır. I saitimiz qapalıdır. A saitimiz açıqdır. Təkcə qapalıya aid elib düz fikirdir. 4-də götürürük. Uzun tələffüz olunur. Biz bilirik ki, qaydaya əsasən 2 saitimiz var ki, bu saitlərdən də biri I-dır ki, uzun heç vaxt tələffüz oluna bilmir. 5-i də ona görə çıxırıq. I və Ü saitləri uzun tələffüz olunmur.